Neçə tapdınız? Ya 3 dolar var tapım. 3 dolar. Bu kimindir? Benim göre bu. Evet. Buyur. Aha. Baha. Müəllimlər, gəlmə haqqında qrupa göndərəcəm. Yaxşı, bu 6 ay ciddi çalışın. Ciddi çalışın, ciddi nəticə qoyun. Yaxşı. Hə, baxaq görək, Elnarı nə deyirsən? Tamam mı? Cavabı bilmədim, mən deyirəm. Bir dənə gözlüyüm abi. Yaxşı, gözləyim. Bunu tapırsızsa keçək, o məsələni verəcəm qrupa da. Qrupda həll edərsən. Tapdım mən. Baxın görsək dedim. Görsək baxın. Bravo, sağ olsan da. Aferin. Gedişatı tutmuşsan. Riyaziyyatdan sevdiyim falan oldu. Ben de dedim. 25'ten 53 tane yazmış. Yaxşı yazmışsın. Ağlı yazmışsın. İkinci grup için ağlı yazmışsın. 2016. Ben de yazımları bir dikkatsiz səhv eləmişdim. Birində o hündürlüğü yenilmək yadından çıxmış. Hələ də teyişlər var. 9 tane yazdım. 9 aferin sana. 9 lira diye bildim. Ne yaşlı. Burada gelenler orada geliyor. Madem. Yazın müəllimlər. Yazın. Bax müəllimlər, geçənə diqqət edin. Bax 5 litre Qaradənizdir, düzdür? Düzdür müəllimlər? Qaradənizin 5 litre suyu neçə qram duz var? 175. Qaradənizdə. 18. Qaradəniz 38'dir. 38. 90 mı? 18 de 18. Onu yazmış. Yazmışam. Onu yazdım. Aferin. Şimdi bunun üzerine ne ilave etmişiz? Okyan suyu 1 litrede 35. Ay, Onu da yazdım. şimdi okyan suyunu ilave edirsense, ay bizim müəllimələr, müəllimlər və müəllimələr. Siz fikirləşməlisiniz ki, mən okyan suyunun miqdarını bilmirəm. Düzdür? Yazıram 200 litre üstəgə. Bu birinci tərəf. İkinci tərəf, bax, Qaradənizin 1 litrini götürsəydi, nə qədər duz var idi? 18. 18. 2 litrini götürsəydi? 2.18. Ay, 2.18. 2. 3 litrini götürsək? 3.18. Hə. Sakit okeanın 1 litrini götürsək? 1.35. 2 litri 2.35. 5 litri 5.35. X 35 olur. Ay, sağ ol. Üstə gəl. 35 x gram. Bu sənin birinci tərəfi, duzluq da nədir? 1 litrə 26.5 gram. İndi bunu çarpaz vuranda tənasibdir da, düzdür? Sadəcə tənasibi vuranda həmişə diqqət edin ki, bax görürsünüz, litir, qramlar var. Burada da litir, qram var. Həmişə bunlar neyiniyəcək? İxtisar edəcək. Bax, istəsəz bunu başa bilərik. Amma deyirəm ixtisar edəcək. Yəni, bunu başlandı ixtisar edərsə. Litir, qramları ixtisar aparırsan tam şəkildə. Rahat başlayırsan, bax bunu bir-birinə vurma. 26.5 x'ın üstə gəl. 132.5 bərabər. Bu tərəf 90 üstə gəl 35 x. Ha, buradan da bunu keçirsən o tərəfə 35, burada nə qalacaq? Demək 8.5 x bərabərdir 42.5. Bunu da ona böləndə rahat da bölünür. Elə bir ki, bölə bilmirsənsə, 85 x 425'e yaz. Hələ buradan da görsən ki, 5 dəfə düşür. X'in qarşısında nədir? Litir. Şu, çətindir.
kaynaqda sizin duzluğa aid ən qəliz məsələlərdən biri. Buyurun. Her şey bir tane olur. İkisine de almıyor. 35 güzel. O da problem. En çətinisi orada da. Oranın yaxşı. Bu öz yerində. Çətinlik yoxdur ki. Əla. Davam edirik nə ilə? Duzluluq prosesində okeanlar. Ən duzlu okean hansıdır? Hansı olur ən duzlu okean? Ən duzlu okean. Hara? Atlantik Okyanusu. Hind, Atlantik, Yok Atlantik en büyük burası. Sakit. Yok. Sakit ən duzlu. $1000. Hindolar deyir müəllim. Müəllim sakit deyir. Hind okeanı. Hind'de ona fikrimi dəyişib sakit edirəm. Çünki dünən testləri yazanda Ona göre tuzlu. Çox istidir ona görə Atlantik, sakitdir. Atlantik. Müəllimlər. Müəllimlər, duzluluq, Bir litre suyun. buxarlanma okeandan götürüldükcə artır. Böyük su dövranasında daha çox gedir. Sakitdir. Devre sakit. Yok. Atlantikdən. Atlantik. Çox ensizdir, tropik arasında uzun məsafə tutur və oradan qalxan su hissəsi materiklərə gedir, çox istərsə. Dolayısıyla okeanda suyun miqdarı azaldıqca şirin suyu deyirlər, buxarlanma şirin sudur. Yaxşı, şirin suyun miqdarı azaldıqca avtomatik duzluluq neyir? Artır. Mən dünən testləri yazanda ən isti okean Hind götürdüm, amma sakit Sakit. götürdüm. Ən isti məsələsi sakit çıxır. Çünki tropiklər arasında çox geniş məsafədir. Amma mən sakit okean demişdim, amma sakit okean daha çox kiçik su dövranır. Çünki okeanın ortasından buxarlanan su sahilə çatana kimi okeanın içində də tökülür. Aydındır. Məntiq Caner müəllimlər nə demək istəyir? Və salam. Bəli, amma ən isti okean Sakit. sakit okeandır. Ondan sonra Hind okeanıdır və bunun ətrafında səhralar olduğuna görə sonra Atlantik 0.6 ilə də şimal buzulu. 19 ilə sakit. 17 ilə Hind okeanı, 16.5 ilə Atlantik 0.6 ilə də şimal buzulu okeanı. Bunu əzbərləmək şərtdirmi? Şərt deyil, amma ardıcılığı bilmək şərtdir. Yaxşı, bu öz yerində. Bu belə. Hind okeanından donmuş dəniz götürə bilərik. Haradasın? Donmuş dəniz, Cənub Cənub okeanı var. Cənub hissəsində qışda donur deyə bilərik. O Hind okeanına düşür. Dəniz yox. Dəniz deyə bilərik. Bu da Cənub okeanıdır. Cənub okeanıdır. Hind okeanına deməyəcəyik. Hind okeanının ərazisində qışda donma. Yəni burada da belə deyək də, o tərəfə yaxın bu Hind okeanının dənizi yoxdur demək. Açıq okeandır. Götürsək yox, deyə bilməz. Donan dəniz yoxdur o tərəfdə. Yaxşı, donma xətti var, görürsünüz arada. Amgil. O da Cənub okeanı olaraq verilir artıq. Mən bir son, Buyurun. yəni son zamanlarda sakit okean götürülür, isti okean kimi. Yoxsa o lap əvvəldən var idi. Əvvəldən burada tropiklər arasında. Çünki şeydir də, yazıb soruşdum Cemildən. Deyir ki, tərəddüdlər var sakit okeandan Hind okeanına. Sakitlə Hind arasında tərəddüd var. O da nəyə görədir? Ətrafında səhranın olması prosesinə görə. Məsələn, bu tərəfdən Avstraliya, Qərbi Avstraliya, soyuq gəlyanların keçməsi məsələsi. Bir var ki, sahilə rütubət gələr. Bir də var ki, qurun üzərindən də quraqlıq okeanı verilir. Ona görə bəzən Hind okeanı verirlər, amma ən doğrusu sakit okeandır daha çox. Yəni sakit okean testlərdə belə çıxır da. İndi orada testlərin gedişatında özünüz tutasın gedişatı, yəni orada problem olur. Əsasən yəni 19 dərəcə ilə verir ortalama. Yəni bunun şimalı, cənubu soyuqluğuna görə nəzərə alsaq, şimalda məsələn temperatur aşağıdır, mərkəzdə tropiklərin olduğu yerdə çox yüksəkdir. Ortalama çıxardır, 19 dərəcə təqribən. Amma belə də məsəl üçün, sakit okean elə yeri var ki, 40 dərəcə, 45 dərəcə istilik var şeyin üzərində. Bu öz yeri. Aydın deməlidir. Problem yoxdur ki. Həli. İndi bu duzluluq. Duzluluğa aid proses. Duzluluğu təsir göstərən proseslər nə ola bilər? Onunla bağlı biz baxacağıq okean gəlyanları.
Elə mən okean cəryanları ilə burada birləşdirir bunu. Okean cəryanları ilə duzluğa təsir prosesinə. Sonra fiziki kimyəvi xüsusiyyətlərinə keçir. Elə onu bir yerdə birləşdirir. Demək, müəllimlər, okean cəryanları nədir və duzluğa necə təsir göstərəcək? Yəni ona diqqət edirik. Müəllimlər, birisi də videoyu götürərsin da, izahlardır. Zəhmət olmasa buradan qabaqdan mümkün olsa götürərsən. Yaxşı. Şimdi, baxın, okean cəryanı, sırf okean küləyi. Bəzən deyirdi ki, orada qarşımıza çıxır ki, məsələn, cəryanları daimi küləklər yaranır. Bu şey qarşımıza çıxır, düzdür? Və yaxud bir okeanın suyudur, ümumi okean suyudur, düzdür? Eyni bir enlikdir və eyni enliyə də günəş eyni bucaqla düşür, düzdür? İndi məntiqi fikirləşək görək. Həmən enlikdə suyun, bax, həmən enlikdədir, eyni, yan-yana sudur. Suyun bir tərəfi necə olar ki, digər tərəfdən nəzərən daha isti olar. Və ya ona nəzərən daha soyuq olar. Məsələn, yan-yanadır, eyni enlikdir. 18 dərəcə budur, 20 dərəcə buradır. Bura niyə görə 20 dərəcədir? Və bura niyə görə 18 dərəcədir? Ax, eyni enlikdədirlər. Düzdür? Demək, buna təsir edən xüsusiyyətlər var. O xüsusiyyətləri məntiqi olaraq çıxartmalısan. Qayıdıb deyərsən, müəllim, cəryana bunun nə təsiri var? Məsələn, okean cəryanı deyəndə biz nə deyirik? Deyirik ki, cəryanın daxilində axan su, bu daxildə, o küləyin daxilində axan su, tutaq ki, bu olsun 15 dərəcə. Ətraf sulara nəzərən nədir? Daha soyuqdur. Ətraf sulara nəzərən soyuqdursa, bu necə cəryandır? Soyuq cəryan. Bəli. Tutaq ki, 20. 25. İndi buna da baxacağıq. Niyə o 25 dərəcə? Niyə eyni bir ərazidə 20 dərəcə, 25 dərəcə fərqli temperaturlar yaranır? İndi bunların hamısına dəqiq baxacağıq. Bax, soyuq cəryan bu deməkdir. Yəni buna görə deyil. Daxilində su axını var, amma baxırsan kənara nəzərən soyuqdur. Bu kənara nəzərən soyuqdursa, bax, kənara nəzərən baxsaq, bunları bir-biri ilə. Zaten bunlar ikisi də temperaturlar istidir. Əsasən suyun üzərindədirsə, burada alçaq təhlük yaranır, düzdür? Amma biri-birindən müqayisə etsək, burada alçaq, burada yüksək təhlük yaranacaq, bir-birindən nəzər. Bax, ikisi də alçaq təhlükdir. Niyə? İstidir, suyun üzərindədir. Rütubət də var, ikisi də var, düzdür? Amma bir-birindən nəzərdən fərqlidir. Bax, elə bir ki, tutaq ki, okeanın üstündədir, baxırıq ki, təhlük, okean səthində düzdür, təhlük 760 mm-dir. Amma isti olan hissədə qalxan hava təhlükə azalır. Məsəl üçün, görürsən 644 birindədir, 646 birində. Bunlar bir-birinə nəzərən təhlük nədir? Alçaq və yüksək. Amma ikisini də götürsək, nisbətən alçaq. Düzdür? Yəni, burada okean küləyinin yaranması xüsusiyyəti bir-birinə nəzər yaranmışdır. Siz də təhlük deyəndə, nəsə təhlük deyirsiniz. Məsəl üçün, əslində normal təhlük nədir? 760. Ondan yüksək olanda biz həddindən artıq yüksək təhlük deyirik, həddindən artıq soyuq yerlərdə. Ondan alçaq olanda dedik, aşağı təhlükdir. Buna nəzərən tənzim dedik. Bir də var ki, təhlüklərin öz arasına görə tənzimlənmə var, bu öz arasına görə tənzimlənmədir. İndi soyuq okean cəryanları eşitmişsiniz ki, soyuq okean cəryanları rütubət gətirmir. Düzdür? Baxaq görək hardandır bu proses. Sonra soyuq okean cəryanı okean ortasında yaranır. Necə olur ki, gəlib sahillərdə üzməyə başlayır? Bunun da bir səbəbi var, məntiqi var. Gəlin axtaraq. Baxın müəllimlər. Bu okean yaranıb okean cəryanı, soyuq okean cəryanı. Bax, bunun özündə yüksək təhlük var, kənarda alçaq təhlük. Avtomatik buradan buxarlanan su küləklər vasitəsilə kənara doğru nə edəcək? Daşınacaq. Artıq bu cəryan üzərində sizdə rütubət qalar. Yox. Baxın, rütubət qalar sözü dedikdə, rütubət 0 dərəcədə deyil ha. Yəni orada tutaq ki, 200-300 mm yağıntı var idisə,
Orada düşün 10 milimetre, 20 milimetre yağıntı kalır. Aydındır. Bak ona göre deyir ki, burada merkezden kenara doğru yöneldiğine göre küləklər, onun üzerindeki rütubət də kenara tökür, avtomatik soğuk cəryanı üstü qalır quru. İndi bu qurudur. Düzdür? İndi gəlin baxaq görək, bu bir okean sahilində necə gedir? Niye sırf okean sahiline meyil edir? Biz baxırıq ki, yəni materiklər tərəfə meyil edir. Bu da səbəb var. Okean sahillərinin əksəriyyətində fikir vermişsinizmi? Sualtı davam var. Demək olar ki, çox hissəsində. Müəllimlər, gəlin belə bir şey fikirləşək. Bax, bu sualtı davam. Bu da okeanın dip hissəsi. Suyu çəkirik. Sizcə, buradakı su kütləsi çox qızar yoxsa buradakı? Kənardakı. Kənardakı. Dayaz olan Tez qızarır mənim, amma çox qızmağı məncə soldakı. Yox, Tez qızar. tez qızar olsun. Bəli, tez qızar, həm də çox qızar. Bilirsən deyirlər. Bunun ümumi balansı çoxdur. Bax, düşün ki, müddətə baxsa, 1 litr suyu götür, eyni qadın üstünə qoy, eyni yanına. Bir də 10 litr suyu götür qoy. 1 litr, 1 saat, 2 saat keçdin. O sular sən içine de baxsan, hansı daha çok qaynar olacaq? 1 litr. Yəni, istilik balansının yayılmasına görə, kəmiyyət az olan yerdə istilik daha çox toplanmaya başlayır. Bax, burada misal çəkmişdim. Naxçıvanda niye istilik o qədər toplanırdı, amma düzənlikdə toplana bilmirdi? Naxçıvanda qarşısında dağlar kəsildi, depolamaya başlaydı. Düzdür? Burada onun nəyi var? Depolayıcısı. Dərə. Burada ama o qaranlıqdan isinməyə başlayır. Bəli. Qaranlıq özü şəffaflığını itirir. Amma tam sərt deyil axı, istənilən qədər suyu utsun, günəşi utsun. Başa düşürsünüz nə demək istədiyimi? Əslində yəni udulma su tərəfindən getmir. Su da hava kimi şəffafdır, amma havaya nəzərən çox şəffaf deyil. Ona görə suyun udulması belə onun köçəkliyindən asılıdır, səthindən asılıdır və yaxud qaranlıq hissədən asılıdır. İndi bir səthin sıxlığı daha böyük olar, yoxsa qaranlığın sıxlığı? Təbii ki, səthin. Demək o daha çox istilik verəcək. Başa düşürsünüz məntiqə. Bəli. Ona görə bu hissə daha çox qızır. Bu hissə daha çox qızırsa burada alçaq tərlik yaranır. Bəli. Onda o yüksək tərlikdə olan cəryan hara meyildir? Sahilə doğru meyildir. Başa düşdü? Bəli. İndi gəlir keçək okeanın içində nə baş verir ki, o temperaturlar o dərəcə fərqlənir. Bax bir, qərb küləkləri, passatlar da tropikdən gəlir ağa. Tropikdən gələn zaman 30'lardan 0'a doğru hərəkət edən zaman passatlar istidir, düzdür. Gəldiyi əraziyə nə gətirir? Daha istilik gətirir. Gəlir o, hansı ki okeanın hansı hissəsinə daha çox təmas edir ağa. Okeanın o səthini daha çox qızdırır. Onda okeanın təmas elədiyi bu səthinə nəzərən daha isti olmağa başlayır. Burada alçaq tərlik yaranır. Və yaxud qütb küləkləri nəzərdə keçirək. Qütb küləkləri cənuba doğru 60'a doğru gəlir. 60'a doğru gələndə ola bilər ki, orada su soyudur bir hissəni. O su qarışır bir hissəyə, bir hissə soyuq qalır, bir hissə isti. Onda buradakı digər tərəfdə əsən, bu külək ərazi var. Bunun daxilində olur temperatur 20 dərəcə. Baxırsan ki, o qütbdən gələn havalar təsir edib, eyni enlikdə keçid olan ərazilərdə təbii ki, Şimal Buzlu Okeanından Atlantikin və Sakitin keçid olduğu zonalarda. Eyni hissədə təsir görsəndirsən, baxırsan ki, bunun ətrafını soyudub salıbdı 15 dərəcəyə, 10 dərəcəyə, 5 dərəcəyə. Avtomatik nə baş verir? Kənara nəzərən istidir. İndi baxın, bunun onda daxilində kənara nəzərən alçaq tərlik yaranacaq. Kənarlarda yüksək tərlik yaranacaq. Amma yüksək tərlik olsun da bunlar da rütubətləmə apara bilir da. Düzdür? Buradakı bütün şey hara yönələcək rütubət.
fikir verdiniz və son. Beləliklə başlayır gedişat. Yəni bu gedişatda artıq bunlar da yüksək prosesdə bütün şeyləri çəkir özünə. Kənarında olan yüksək təzyiqlərdən bütün rütubəti daxilə çəkir, üstü rütubətlənir və gedir okean sahilinə. Desən ki, müəllim, indi bu nə oldu ki, bu daha isti oldu axı? Okean sahilinə nəyə gedir? Çünki bu okean sahili ondan da istidir, aynen. Çünki dayazlıq var. Başa düşdünüz, gedişatı. Okean cəryanı nə olması? Niyə belə hərəkətləyirsən? Niyə belə xasiyyəti var? Belə mi? Mən indi Buyur. donma prosesi baş versə, o şəkil çəkimsiz sol tərəfdə. Hansı? Mərkəz isə donacaq, yoxsa sol Bu. tərəf? Bəli. Aha. Nə baş versə? Donma prosesi birinci hansında gedəcək? Donma prosesi burada. Deməli, o temperatur ortada istidir ki, sağda gedir də. Yox, orada bax, sərt məsələsi var. Sərt elədir ki, bax, quru sərti deyirsən, quru sərti neyini? İstini tez udur, tez də soyur. Tez udursa tez istəyəcək, çox istəyəcək, tez də neyini yiyəcək? Bu şəffafdır, qaranlıqdan işinibdir deyə, şəffaf proseslər, o qaranlıq da əslində şəffafın biraz sıxılmış formasıdır da, qaranlıqlaşmış formasıdır. Orada artıq istilik prosesi, necə ki gec isinibdir, eyni zamanda gec də soyma prosesi baş verir, ehmalca. Amma bu sırf bir səhtin üzərindədir. Elə bir ki, belə deyək da, əlimin biri istidir, biri soyuq. Soyuqsa avtomatik bura qoyursan, bu da soyuq tez zamanda. Amma şəffaf olsa, bu proses özünü o şəkildə göstərməyəcək. Elə bir ki, girmişsən otağa, əlin soyuqdur. İçəri havadır da, şəffafdır. Əlini nə qədər belə tutursan tut. Onu silmək üçün nə lazımdır? Zaman. İsti əlindir, çıxarırsan havaya tutursan. Onu soyması üçün nə lazımdır yenə? Zaman lazımdır. Niyə? Şəffaflığın içindəsən. Adicə bir dayaz göllə, dayaz göl taki tam dolur. Aydın. Bir də var ki, dərin göllər görsən ki, üstü buzu alır, altında müəyyən qatılması su var. Bəli. Yəni o sərtlə əlaqədardır. Çünki bu prosesdə, bu sərt suya birbaşa təmasdadır. Amma şəffaflıq prosesində təmas ehmalca gedir. Zaman uzaqdır. Ona görə tez qızma, tez isinmə. Biz quruya nəzərən muslunlarına nə deyirdik? Quru tez qızır, tez də soyur. Su, gec qızır, gec də soyur. Nə ilə əlaqədardır? Şəffaflıqla. Bəli. Amma sən, bir də belə şey deyirlər, deyir ki, okeanlara, göllərə nəyə baxırsan, bax, hardan donmağa başlayır? Sahildən. Sahil. Heç və sən görməzsən ki, bir göl mərkəzdən bulunur. Səbəb nədir? O səthə yaxın olması. Səthə nə qədər yaxındırsa, o qədər tez isinir, nə qədər yaxındırsa, o qədər tez də soğur. Şimal yarımkürəsində indi cərəyanlar sahilə qışda da yaydakı kimi təsir edə bilir? Bəli, eyni proses gedişat gedir. Sadəcə, indi o cəryan, isti cəryandırsa, təbii ki, orada qışda yayda temperatur dəyişir daha. O yenə, məsələn, yayda çox rütubətlanma aparırdı, qışda azaldır rütubət. Fərq var da yəni? Təbii ki, fərq var. O temperatur, suyun temperaturu dəyişdi, cəryanın temperaturunda mütləq fərq olur. Aydındır, çətinlik var kiməsə, Elnarə, problem var, tam aydındır cəryan nə demək olduğu, tam şəkildə. Yəni, zaten cəryan, okean küləkləyəndə sən artıq gedişatı tutmalısan. Hə, küləklərlə bağlı dedim, yəni okeanın eyni enlikdə, bir hissədə, necə 15 dərəcə, bir hissədə, necə 17 dərəcə, halbuki eyni enlikdir. Baxırsan ki, eyni istilik olmalıdır. Bir dərəcə 15, bir dərəcə 18 olması, o da daimi küləklərin təsiridir. Gəlirlər, hansı sərt tərəfdən təsir edirlərsə, oranı daha çox qızdırırlar. Və yaxud daha çox soyudur. Qütb küləyi isə soyudur. Qərb küləklərlə passatlar əsasən istilidir. Bəli, çünki tropikdən gəlirlər. Aydındır, Zeyfira, Fidan, çıx oradan fikrin məndə olsun. Burada ilə bir şey yoxdur. Aha, indi, mənim, okeanın mərkəzi hissəsində eyni enlikdə iki su kütləsinin başqa necə şəkildə temperaturu bir-birindən fərqlənirlər. Bir daha da bu məsələyə toxunaq. Okean mərkəzi hissəsindədir, düzdür? Baxırsan ki, burada yenə 17 dərəcə var, burada yenə 20 dərəcə var, amma eyni enlikdədir. Niyə burada 20 dərəcə? Okean düz mərkəzində.
Bu dərəcədə bu hissədə 17. Ətrafında quru sahəsi yox. Bax, okean mərkəzidir. Bir dənə. Bax, elə bil ki, Atlantik okeanın mərkəzi hissəsinə baxırıq. Məsələsində. Eyni enlikə baxırıq. Baxırıq bu hissədə temperatur 20 dərəcədir, bu tərəfdə ortalama 17 dərəcədir. Niyə? Altda dərinlik söhbəti ola bilər. Su altı dağlara görə. Altı dağlar. Avtomatik səth yaradır da. Avtomatik o səth, suyun o dərinliyi nə qədər azdırsa, o səth isindikcə oranı daha çox qızdırmağa başlayır. Şey kimi, məsələn, Atlantik okeanda Puerto ən dərin yeridir də. Ora çox rütubətlidir, amma qibləyə məsələdə Və burada indi sən və yolun olduğu yerə baxsan Atlantik okeanında. Bir də o orta hissəsinə baxsan Atlantik okeanında. Burada dağlar olduğuna görə orta hissə daha çox istidir. Çünki hündürlük, dərinlik azalıb baxır. Ən çox da baxsan bu Azor adaları var ha. Azor adalarının ətrafına baxsan orada daha istidir. Niyə? Baxın, bir dənə düşünün, fikirləşin görək. Niyə? Səbəb nədir ki, məsələn, hava adalarına demək olar dünyada daha çox yağıntı düşən ərazilərdən biridir. Hava adaları. 23 min millimetrə qədər yağıntı düşür. Niyə? Çünki orada ən dərin yer nöqtəsi Buxarlanma çox gedir. Çünki səth tərəfindən udulma. O, hələ hava adalarının üzə çıxmış hissəsi o yana, onun altında qalmış suyun altında dayazlıq yaratmış hissəsi bir yana. Yəni orada sən təsəvvürlə su, o altdakı hissə, günəş altdakı hissəni isidir, temperaturu verir, hər tərəfdən nə gedir? Buxarlanma gedir. Bax, bir var ki, ada bu formada olan, həddindən artıq şiş, suyun üzünə çıxmış. Bir də var ki, müəllimlər, ada bax belə olur. Baba. Su səthdə belə olur. Baxın, adanın su altı davam var, səthə yaxındır. Daha çox qızdırdıqca daha çox rütubət. Siz təsəvvürün orada nə qədər yağıntı düşür? Çıp. Orada da qızma da sürətli gedir. Soyma prosesinə baxsan, zaten bu hava adaları tropiklərdə, tropik rütubətçidir. Orada qışda 15-17 dərəcə yenə müşahidə olunur. Yəni soyma da belə getmir, deyəsən. Amma təbii ki, yaya nəzərdən qışı temperaturu aşağıdır, nisbətən soyuqdur deyil də biz onu. Bəli, orada təbii ki, sən təsəvvürlə il boyu hər tərəfdən buxarlanma gedir. Şəhətdə işçiliyi götürən kimi tez qızır. Tez qızır, suyu qızdırır, buxarlandı. Buxarlandı, havaya qalxdı, özdə hər şey sürətli şəkildə baş verir. Ona görə hava adalarını müşahidə edəndə çoxlu leysan yağışları və ildırım çaxma hadisəsi baş verir ki, gündə ən azı bir 100 dəfə müşahidə olur ildırım çaxmaları. Niyə? Çünki gün ərzində isinmə gedir, sürətli şəkildə qalxma baş verir. Sürətli şəkildə də qalxanda topa bulut yaradacaq. Topa bulutda ildırımın çaxmasına şərait yaradacaq. Ən dərin yeri yenə o hissədir. Seyin, Sakit Okeanı, yox, Marian hissəsi. Atlantik Okeanı deyirəm. Yox, bu Puerto Rico, bu hissədədir. Amma siz yenə də, yox, ora rütubətli olur da, dediniz, düzdür. Bu hissə rütubətli olur, amma götürsək, Azor adalarının ətrafı kimi rütubətli deyil. Çünki orada dərindir, dərinliyə nəzərdən gedişat da dəyişir. Baxın, nəsə qaranlıq varsa buradan, deyin gəlsin. Var hər hansısa bir qaranlıq qalan məqam sizə, heç bir fırqalıq qalmasın. Yəni, bunları başa düşsəz var ha, kitabı oxuyanda tak, yəni, promoy, götürəsən hər şeyi. Yəni, bu əsas bu hissəni başa düşmək. Burada aydındır, əla. İndi, okean cəryanı duzluğa necə təsir göstərir? Birinci növbədə bu küləkdir. Küləkdirsə duzu neyə yiyəcək? Yayacaq. Yəni, okean suyunu qarışdıracaq. Duzluğun yayılmasına kömək olur. İkinci növbədə isti cəryandır. İsti cəryan böyük su dövranda yoxsa kiçik su dövranda çox iştirak edir? Böyük su dövranda. Rütubət gətirirsə, hara gətirir o rütubəti? Sahilə. Mütləq şəkildə okean cəryanı sahilə gətirir də. Sahilə gətirirsə, quruya tökəcəklər rütubəti. Düzdür? Bəli. Avtomatik şəkildə böyük su dövranda geniş iştirak edir. İndi əgər çox buxarlandırmanı götürüb okeandan quruya tökürsə, oradakı duzluğun
miqdarı nə edəcək? Çox olacaq. Çox olacaq. İsti okean cəryanların keçdiyi yerdə duzluluq çox, soğuk okean cəryanların keçdiyi yerdə duzluluq Azalır. istiyə nəzərlə azdır. Ha, bax, unutmayın. Yaxşı, çətin bir şey var, demək. Hələ belə şeymiş, elə mi? Bu öz yerində. Hə, Dedim Allah'ın kızından saklasın, nasıl gelir? asan gəlir. Hə. İnşallah ki, yaxşı olur. Siz oxuyun, çalışın, izahlar da mənim. Yaxşı, tezlikli işləmək sizdən, çalışmaq sizdən, izahlar da Asan mənim. idi. Test çox asan idi. İşləmirsən testi, Bəli, 75. hidrosferi. Bəli. Çox asan idi. Bir dənə dərsə vaxtında da yazsan, yaxşı olur. Mən gəlib çıxa bilmirəm. Allah haqq xəstəyim. İndi bütün kitab dəftərim maşında qaldı. Hansında maşında? Qutusuna qoymuşdum. Aha. Halım istəyişdi qaytardım. Kitab dəftəri də qutusu var idi. Nəsə gətirdim. Halım çox Sən pis keçən idi. il 3 ay gəl, sən neçə ay, 1 ay yarım Mən gəlmişsin. keçən il borc verdim. Keçən il mənim universitetdə müəllim demişdi ki, 2 ay gedib hazırlaşırsan, bəhsini deyib yazacaqsan. Gəldim, gördüm, dedim belə şey olur. Əslində coğrafiyadan bildiyim şey yoxmuş. Yox imiş. Fiziki hissəni bilmirəm. Aha. Ona görə ciddi Keçən il hazırlaşmaq lazım. hazırlaşmadım. Bu il elə deyil amma. Bu il sən tez başladın. Evdə Ama oxuyuram, başlamaq deyil. evdə yazıram, oxuyuram, hamısını eləyirəm. Evdə yox, Dərsə gələcəm. sualları kəsmək lazım. Evdə hazırlaşırdın, oturub evdə hazırlaşırdın da. Yox. Daha neyə gəldin ki? Gətirib sualları vermək lazımdır. Orada münaqişənin qalmamaq üçün izahlar geniş yetməlidir. Hə, bu öz yerində, müəllimdir. Cəryanlar. Bir də duzluqla bağlı bəzi məsələlərə toxunun. Məsəl üçün, ekvatorda, tropikdə, mülayimdə və qütbdə duzluq. Bunlarla bağlı prosesə baxacağıq. Ən duzlu okeanları dedik zaten. Amma ekvatordakı duzluluqla, tropikdəki, mülayimdəki bunlar təbii ki fərqlənir. Ən çox buxarlanma tropikdə gedir. Ona görə tropikin duzluluğu daha üst səviyyədədir. Qalib deyirsiniz ki, mənim ortalama duzluluq 35 promildir okeandan. Hansı hissəsindən götürsən götür, ortalama 35'e yaxın olacaq. Amma hərəsinin özünə görə təbii ki, tropik hissədə, digər hissələrdə duzluğu var. Məsələn ki, sakit okeanda deyə bilməzsən ki, heç vaxt böyük su dövranı getmir. Çünki böyük su dövranının göstəricisi nədir? Sahildə olan çaylar, göllər. Bu sənə birbaşa göstərir ki, həmən ərazidə böyük su dövranı gedirdir. Bəli. Məsəl üçün, Avustraliyada, bu hissədə, çayın gölün çox olmaması sən onu göstərir ki, o hissə daha çox kiçik su dövranı qoyulur. Düzdür? Bəli. Sahildən də soğuk okean cəryanı keçir. Amma imkan verər də tübək gəlir oraya tökülsün. Təbii ki, qoymayacaq. Bu proses öz yerində. Bir də var ki, körfəzlər. Məsələn, körfəzlərdə duzluluq necə azala bilər? Hansı səbəbdən azala bilər? Sən deyərsən, mənim tropik xətti keçir, o istidir, onları bilirik, duzluluğa artmasına təsir edir və yaxud qütbə yaxın yerləşir, buxarlanmaz gedir, orada duzluğun azalmasına təsir göstərəcək. Bu şeyləri zaten dediyimizdən bilirsən. Cəryanları da bildin. Bir də çaylar. Çaylar yüksək təsir yox, töküldüyü əraziyə təsir göstərilər qismən. Yaxşı, ona görə bunlar ikinci dərəcəli xüsusiyyətlərdir, yəni çox əsas deyil. Məsəl üçün, Bengal körfəzi. Əslində adlanmaydı Bengal dənizi, səhv adlanmışdır. Bengal körfəzindən tökülən Brahmaputra çayı demək olar orada ən böyük Bengal deltasını yaradır. O çayın gətirdiyi suyun çox olması orada sahil hissədə duzluluğu neyinir? Azaldır. Amma ümumi Bengal körfəzinə baxsan, Bengal körfəzindən nə təsir göstərəcək çox? Çox elə bir təsir göstərəcək. Çişli çay mı? Çişli çay. Bəli, keçlidir. Hindistan'dan gəlirsən, mütləq də yəni. Amma ən keçli çay hansıdır? Bilən var, bir adada yerləşir. Avrupa'dadır ben. Avrupa'da olmalı. Değilse. Harada? Avrupa'dadır. Yox, yox. Değil. Onlar keçlidir, o heç, o sənaye yerlərindən keçirlər, o öz yerində. İndoneziyadadır. İndoneziya ölkəsindədir, bəli. Bir adadadır. İndoneziyanın paytaxtı yerləşən adada.
Yavada. Jakarta. Jakarta'dır, Yavada yerləşir, Staryum çayı. Nədir o? Sənaye belə deyirsən. Çirklənməsi prosesi həm ətraf ərazilərdən yığılma ilə əlaqədardır, həm də sənaye prosesi ilə əlaqədardır. Çünki orada şəhərlər daha çox inkişaf edir. Paytaxtda görürsünüz, haraya gətirib saldılar? Jakarta'ya. Bəli. Ben dedim ki, önemli değil çaylarına. Aslında çayların rolu çok önemlidir. Mesela Tuzluluq səviyyəsinə ümumiyyətlə tuzluluq səviyyəsinə önəmli məsələ elə deyək. Yox, önəmli çayların rolu önəmsizdir deməyək. Deyir ki, çayların tuzluluğu azaltması prosesi o qədər önəmli cəhətlərdən deyil, çünki az azalır. Yəni bir dənə okeanda tökülən çay, okeanın duzunu nə qədər azaldır? Okeana nəzərlə. Amma çayların indi gedişatında təbii ki, ona çox baxacaq, quru sularla. Orada bütün əsasları bir toxunacaq. Orada problem yoxdur. Aydındır müəllimlər. Problemimiz var bu hissələrdə. Yoxdur ki, keçirik fiziki xüsusiyyətlər, suyun bir dənə fiziki xüsusiyyətlərdən olmalı ki. Hə. Səbət toxunayım. Hə. Buradan səsim çatarı burada. Bu aşağıdan bura nəfər gəlmişdir, değil mi? Buna neyini? Bu bizim binanın altındadır. Buradadır mərkəzi. Təxminən oralarda. İş aşağıda gelir, aşağıda restoran bundan da açılır deyirsən. Senin yanında. Bundan üstədə mərtəbə yox. Neyse. Demək, müəllimlər, diqqətlə qulaq asın, biraz fikrinizi toplayın, daha az qalır. Fiziki xüsusiyyət, fiziki hərəkətlə bağlıdır. Amma temperatur hərəkəti deyə bilərsən. Yəni suyun temperaturu, bayaq dediyimiz okeanların temperaturu. Fiziki xüsusiyyət onunla əlaqədardır, yəni okeanda temperatur. Temperaturun paylanmasında okean cəryanı təsir edirmi? Bəli. Eləyəcək. Suyu qarışdıracaq bir-birinə. Məsələn, cəryanların əsas xüsusiyyətlərindən biri nədir? Əsas xüsusiyyətlərindən biri odur ki, isti cəryan deyiriksə, bu isti ərazidə yaranıb para doğru gedir. Soyuq əraziyə doğru. Bəli. Ona görə, bəzən isti cəryanlar deyəndə qarışdırmayın. İsti cəryanlar yüksək enliklərdən başlayır, alçaq enliyə doğru hərəkət edir. Bəzən deyirlər ki, müəllim, Yüksək enlik deyəndə bu 0, 1, 2, 3 paralellər nəzərdə tutursunuz. bəli, enliklər. Bəzən deyirlər ki, müəllim, biz baxırıq 10 dərəcə şimal enliyində isti cəryan yarılanır, ekvatora doğru gedir. Ora yüksək enlik deyil axı. Baxın, cəryanlarda təyilik prosesdə, enlik prosesdə bir-birinə nəzərdir. Yəni o isti cəryan başladığı enlik, getdiyi enliyə nəzərən daha yüksək enlikdir. Yəni sən bir isti cəryana baxıb görə bilməzsən ki, o 70-də başlayıb 80-ə doğru gedir. O daha çox 80-də başlayıb 70-ə doğru gələcək. İsti cəryan. Bəli, isti cəryan yüksək enliklərdən hara? Gəlin belə deyək də, yüksək enliklərdən günəşin olduğu tərəfə gedir. Günəş alçaq enliklərdə deyil. Bəli. Soyuq cəryanlar? Bəli. Bir soyuq cəryanlara sən müşahidə eləyəndə, soyuq cəryanlar. İsti cəryanlar değil mi? Yüksək enliklərdən. Mən ona görə soruşdum. Əsl altırlar. Hə, elaləni qatılır. Hə, yüksək enliklər soyuq olduğuna görə soyuq cəryanlar yaranır. Yüksək enliklərdən isti əraziyə, günəş tərəfə gedənlər soyuq cəryanlardır. Yəni soyuq ərazidə təbii ki, isti cəryan olmayacaq da. Soyuq ərazidə, daha çox yüksək enliklərdə, bax, yüksək enliklər, alçaq enliklərə nəzərən daha soyuqdur. Bu alçaq enliklər, bax, ekvatora yaxın hissələr, daha isti deyil. Bəli, soyuq cəryan, bax, kanar cəryanıdır. Yaranır bu hissədə aşağı doğru hərəkət edir. Bura nəzərən daha soyuqdur, yuxarı hissə. Bu soyuq hissədə yaranır, isti hissəyə doğru hərəkət edir. Və deyir ki, getdiyi ərazinin suyunu
temperaturunu aşağı salır. Zaten bu yüksek yerlikten gelipse temperatur değil ama aşağı salır. İsti cəryanlar. Məsəl üçün 10'dan başlayırsa 20'ye gelir. Bax, 10 şimal elliyindən başlayırsa 20 şimal elliyinə doğru gelir. İndi müəllimlər burada bir şeye diqqət eləməlisiniz ki, 10 şimal elliyi daha isti olar yoxsa 20 şimal elliyi? 10. Hələ alçaq ellikdən yüksək elliklərə doğru gedən isti cəryanlar. Getdiyi yerində suyunu neynəyəcək? İşidəcək. Temperaturun artmasına şərait edir. Yaxşı, bəzən belə bir proses var. Deyir ki, isti cəryanın daxilindəki su, soğuk cəryanın daxilindəki suya nəzərən daha soyuq ola bilərmi? Fikir. Bir də soruş. Ola bilər, bəli, Bunu deyirsiniz ki, mənə niyə cəryanlara, biz fiziki xüsusiyyətdən danışıq, niyə cəryanlara getdik? Temperatur paylanmasına. Çünki temperatur anlayışını bayaqları baxdıq, düzdür, gedişatlardır. İndi temperaturun paylanmasına təsir edən, bu özü bir fiziki xüsusiyyətdir. Hərəkət var daxildə. Hərəkətlə gedən proses, temperaturun udulması, temperaturun bir yerdən digər yerə yer dəyişməsi. Bunlarda cəryanların təsiri var deyə biz bu xüsusiyyətləri temperaturun paylanmasına fiziki xüsusiyyət deyirik. Yaxşı müəllimlər. İndi ona görə də tutaq ki, gəlin müqayisə edək. Alyaska cəryanı var, istidir, düzdür, kanar cəryanı, soyuqdur. Sizcə, kanarın daxilindəki su daha isti olar yoxsa Alyaska'da? Kanarın. Demək ki, bu birisi nə deməkdir? Alyaska'ya baxırsan, Alyaska'nın daxilində 15 dərəcə, yox 10 dərəcə temperatur var isə, onun ətraf suları 5 dərəcə, 7 dərəcə, maksimum 9 dərəcə idi. Ona görə bu isti okean cəryanı hesab olunur, Alyaska. Kanara baxırıq. Kanarın daxilində su 25 dərəcə isə, onun ətrafında 20 dərəcə, maksimum 24 dərəcə temperaturda bir su müşahidə. Yox, ona nə? 28-29 olur kanarda. Olar, mən təqribi yapıyorum. Elə şeylə getir. Kanarda 30'un üstündədir. Kanar soyuq deyil mi? Soğuk gəşdir onu söyleyeyim. Orada temperaturda nə tər yuxarı olur? Ətraf su. Bayaq demədik. Hə, kanar 30'dur. Məsələn, kanarın ətrafında 35'dir, 37'dir, 34'dür. Bax belədir. Aydındır. Dolayısıyla isti cəryan, soğuk cəryan suyla nəzərən daha soyuq ola bilər. Aydındır. Vəssalam. Təbii ki, orada da rütubət prosesi. Sadəcə bunun əslində doyma həddi məsələsi var. Yəni doyma həddi. Doyma həddinə çatır isti cəryan daha çox. Avtomatik yağıntısını verir. Vəssalam. Bu da okeanda istiliyin paylanması. Enliklər üzrə günəşin düşmə ucağına görə bilirsən. Sonra səs əgər okeanın altında bir sıra dağ varsa, orada dayazlıq olur və orada daha çok isinir. Bu da paylanmaya təsir göstərir. Və yaxud okean suyunda istiliyi tənzimləyə bilər, sualtı vulkanlar. Bəli. Aktiv ərazi ola bilər, avtomatik şəkildə vulkan püskürə bilər, o ətrafda su isti olur. Niyə mərcanlar deyib sırf oraya yığılırdı? Elə o istiliyi. Vəssalam. Yəni bu da bir təsirdir. Aydındır. Çətinliyi yoxdur ki, okean suyunda 2000 metrdən sonra təqribi istilik 3-5 dərəcə arasında qalır. Bunun da tənzimlənməsinə baxaq. Müəllimlər, 2000 metrdə daha çox qaranlıq hissədir. Düzdür? Soyuq, qaranlıq hissədir. 2000 metrə ərazi. İndi fikir verək. Baxaq görək, burada nə baş verir ki, su dövranı necə gedir? Biz ona baxaq. Su əsasən hardan isinməyə başlayır? Qaranlıq hissədə. Mərkəzdəyik, okean mərkəzində. Su hardan isinməyə başlayacaq? Yox, bildim. Su səthdən isinməyə başlayacaq, yoxsa? Yox, dibdən. Dibdən. Düzdür? Şəffaflığın itdiyi hissədən. İndi baxın müəllimlər nə baş verirsə. Bu qaranlıq hissə isinirmi birinci? Günəş tərəfindən. Çünki udan nədir? Qaranlıqdır da. Əgər orada şəffaflıq olsaydı, orada günəş istini tutardı. İndi baxın nə baş verir. Bu qaranlıq hissə udur suyu.
budur isinən kimi. Yuxarıdakı nədir? Soyuq su. Hansında yüksək tərlik var? Yuxarıda. Yuxarıdakında. Su avtomatik dövülür. Soğuk su gəlir alta, isti su qalxır yuxarı. Təzədən günəş şosu o qaranlıqda aynısıdır. Birinci. Təzədən eyni proses. İçində su, Dəyişir. isti suydan üstəki soğuk su. Yenə alçaq dəyəcək, yüksək dəyəcək. Yüngül olan nisbətən su qalxdı neynədir? Üstə. Təzədən soğuk su getdi alta. Buna bir tərəfdən günəş enerjisinin təsiri var, bir də tərəfdən də okeanların dayaz olması və yerin öz istiliyi. Yaxşı, yerin daxil istiliyi. Bəli, bu da özünə təsir göstərir. Ona görə siz ən isti, okean suyunun ən isti olduğu dərinliyə baxsaq, gedib Marian Okean, Marianın dibində gedib bilərsiniz. Deyirəm, sübutla baxa bilərik, amma ispat edilməyəm, elə bir şey. Yetməmiş, ona görə. Hə, buyurun. Ən dərin olan ərazi, okean dibində ən dərin olan ərazi daha istidir. O, məsələn, yox. Ən isti olan ən dərindir demək deyil. Deyirsən ki, okean dibində temperaturu, okeanın dibində temperaturu ən yüksək olan ərazi ən dərin ərazi. Çünki yerin enerjisinə daha yaxın. Başa düşdü? Amma orta isə o göstəricinin özündə göstərmir. Nə olsun ki dərin? Düzdür, səthə daha çox yaxın olan su daha isti olur. Həm də daha soyuq olur. Çünki səthə daha yaxın. Tez qızıb, tez soyuq. Aydındır. Niyə başında onu qırdır? Tez bu mövzunu dəyişəyməli. Dəhşət. Dəyişəyməli. Böyle. Bir daha bunu diyeyim. Bak, sert. Serttir, düzdür. Bu sert. İşitsen tezliğini yedi. Tez kızacak. Soyutsan tezliğini yedi. Soyacak. Böyle diyeyim. Şimdi bunun üzerindeki su da buna uygun olacak. En isti okean. En isti okean demiştim. En derin, en isti meselesine geldim. Orada onun hansı enlikten yerleşmesinden asılıdır. En derin, en isti demek değil. Başa düşün, o tropikte çok yerleşir diye en istidir. Mesela en istiye. Mesela okeanların derinliğine baksan, 7.000 belə deyək daha 7.729 zondur. Sakit okean ondan dərindir. Amma sakit okeanın ətrafına baxanda sualtı davamı da çoxdur. Avrasiya tərəfindən. Yəni o isinməsində çoxdur müşahidə olur. Bir də tropik hissədə o boyda ərazi tutur. Bəli. O da ona təsir göstərir. Yəni sən sırf deyə bilməzsən ki, hansı okean dayazdır deyə dair. Şimal okean daha dayazdır. Günəş. 5529 metrdir. Norveç onda kökəlliyi. Bax bu hissədə. Bəli. 5529 metr. Ən dayanlı budur. Yəni ən dayan dərinlik bundadır. Digərlərdə də deyil. Onda deyirik ki, Şimal okean daha istidir. Yox, demək yerləşdiyi enlik təsir göstərir. Hansı enlikdə, hansı səthin nə qədər unutması avtomatik okeana təsir. Güneşin düşməmiz aslında. Dəyişəbləri ilə. Bu öz yerində. Bax bu müəllimlər, fiziki xüsusiyyətlərdən temperaturu, bir də şəffaflığı. Şəffaflığı da deyirəm, bitirik. Şəffaflıq nə ilə ölçülür? Gümüş lövbə ilə. 30-un 30-a. Sizcə niyə gümüş lövbə ilə? Əks etdirməyə görə. Bəli. Nəsə qızıl zinət əşyasıdır o dediyiniz yoxsa? Gümüş. Gümüş nədir? Gümüş lövhə. Hədə gümüş lövbə. Gümüşə fikir vermişsiniz, gümüş olub da. Gümüşə fikir vermişsiniz, seyir tutan kimi nətər parıldayır. Adamın gözünü çıxardır. Qızılın heç o qədər rəngində, onun qədər parlaqlığı yoxdur. Çox əks etdirməyə malik. Yəni günəş altına tutursan, başlayır əks etdirməyə. Yəni mən görmüşəm ki, qolumu belə tutursan, az qala qıraqdan baxanda qrup adamın gözünü çıxardır. O vəziyyətdə əks etdirir. İndi siz baxın, niyə görə şəffaf lövhə o şeylə istifadə edirsiniz? Şəffaf suyun ölçülməsində
gümüş lövbədən. Hansı dərinliyə gedir getsin. Əgər ora az miqdarda da günəş enerjisi çatırsa, Əks etdirir. avtomatik əks etdirmə verir. Əks etdirir. Yəni o işıqlanmanı içəridə görürsün. Bax, şəffaflıq onunla ölçülür. Yəni baxırlar ki, gümüş lövbəni salırlar, görürlər, salırlar, ta ki 100 metr, 200 metr dərinliyə qədər. Görürlər ki, şəffaf lövbə tam şəkildə parlayır, demək günəş işığı tam çatır. Günəş işığı niyə görə tam çatır? Çünki bulaşıqlığı çox deyil həmən okeanın. Bulaşıqlıq çox olsa, avtomatik şəkildə oraya günəş enerjisi çata bilmir. Avtomatik o bulaşıq ərazi tərəfindən neyinir? Udulmağa başlayır. Su tərəfindən yox, həmən kişilər ərazi tərəfindən udulur. Ona görə avtomatik günəş enerjisi çatmır. Suyun olduğu hissəni işıqlandıra bilmir. Bax, ona görə şəffaf lövhədən istifadə edirlər. Salır okeanın dibinə kimi, baxır görək, haradakı bunun işığı azaldı, görsənmədi, avtomatik şəkildə demək, ondan sonra şəffaflıq itirdi. Bəli. Şəffaflığın itdiyi ən əsas okean hansı ola bilər? İtdiyi. İtdiyi. Əsas oldu ya. Hint olar. Hind. Başqa fikir. Hind. Kim dedi indi? Sən. Hansı okeanda şəffaflıq ən az olar? Ən az olsa, Yox. Şimal buzda ən çox olar məncə. Şavuzda olsa. Aha. Şimal buzda çoxdur şəffaflıq. İlk də olsa məndə. Hindiyə. Şəffaf. Sən nə eləyərsən? Aynur. Az yoxsa çox. Az. Ən az şəffaflıq hansı okeandadır? Aynur. Ümumi okean səviyyəsində götürsək. Hansını deyərsən? mən deyim, Hind okeanı. Hind okeanı müəllim. Atlantik okeanı deməli. Atlantik. Daha çox sayılır. Hansı? Fikir açsam ki, çəkili sağdan Hansı olur? Əgər Atlantik olmasa, Sakit. İki Atlantik dəyişilir. Buxarlanmaya görə Atlantik də ola bilər. Buxarlanmaya Müəllim, buxarlanmanın, Az olur. bəli, Çox gedirsə buxarlanma çox gedən ərazi, şəffaflığı da çox olur. Buxarlanma neyini təmizləyir? Bax, buxarlanır, Neftə görə. çox yağıntı düşür, düzdür, çox yağıntı düşür. O kişlənmiş hissə köçür alta, yavaş-yavaş. Bax, su qalxdı yuxarı, həmən buxar, suyun səviyyəsi düşür axı buxarlanmışdır. O düşür, üstündə təzədən yağış düşür, ən az şəffaf. üst düşür. İndi gedişata, təhvil təsir edirmi, təhvil təsir edir. Atlantik oldu. Bir də kişlənmə. Hind oldu. Kişlənmə. Ən az şəffaflıq Atlantikdədir. Desən nəyə görə? Çünki ən çox neft tankerlərinin daşınmaların olduğu okean Atlantikdir. Ağlının metrisi Daşınmalar. Bəli. Ona görə onu deyir. Əslində daşınmalar olmasa Atlantik okeanı çox şəffafdır. Amma daşınma çox. Neft tankerlərinin partlaması, neft qazın su üzərinə yayılması avtomatik şəkildə buxarlanmanın qarşısını alır və orada şəffaflığın itməsinə şərait yaradır. Aydındır? Ən şəffaf hissə, okean demirəm, ən şəffaf hissə Sakit okeanın tropik hissəsidir. Birinci növbədə o qədər də böyük şəkildə daşınmalar yoxdur. Telefonu qoyun ora, qırağa, ki məndə olsun. Hə, elə bir uşaqlar, afiliyetsiz olar. Hə, tropik hissəyə baxsan ki, buxarlanma çox gedir. Düzdür? İkinci tərəfdən də ora baxırsan, orada o qədər daşınma yoxdur. Tropiklərində. Həddindən artıq gəmçilik üçün istifadə edəmirlər. Kim deyir, Sakit okeanın ucundan o ucuna geçsin, o böyle yolu. Daha istifadə edirəm bu tərəfdən. Keçidlərdən istifadə edirlər daha Süveyş kanalından. Süveyş kanalına verdiyi vergi ilə yola kəhdiyi, yanacağı götürsək, Süveyş kanalına verdiyi vergi bəlkə bir 10 dəfə alır. Bəli. Özdə orada hələ ucuz bayraq taktikasından istifadə var. O haqqda danışacağım. Fırak Yük, ucuz bayraq, Panama, Liberiya, ən çox ucuz bayraqdan istifadə edənlər. Hə. İndi bu prosesdə nə baş verir? Nə baş verir? Bax, o hissədə daşınmaların az olması, neftlə kişlənmənin az olması və buxarlanmanın ən yüksək olması prosesi və ən əsası kiçik su dövranının çox olması. Kiçik su dövranında nə edir? Buxarlandırır çoxdur, sahilə çatmadan tökülür üstə.
Buxarlanan kimi o közüntülər hamısı gedir okeanların dibindən olur. Ehmal. Sən təsəvvürlə hər dəfə bu proses. Buxarlandı, okean səviyyəsi düşdü, o dibdə qaldı, üstünə yağış yağır, səth yeniləndi. Bir də buxarlandı, yenə daha da aşağı köydü, təzədən üstünə yağış yağdı, təzədən yeniləndi. Hər dəfə elə bir ki, onu okeanın dibinə göndərir etap-etap. Başa düşürsünüz şişlilik prosesini. Ona görə şəffaflıq o hissədə daha çox gözünü göstərir. Məsələn, çətin bir şey var burada müəllimlər? Əzbərləməli bir şey var? Xeyr. Bəzi yerlər, indi olmalıdır. Mən Nostradamus deyirlər da, ondan sonra məşhur əzbərləməli. Böyle yerində. Başqa sualınız varsa buyurun, bu hissədən suallarınızı verin. Bir də ki, yaddan çıxartmayın, analoglu demək, analog. Analog bənzər deməkdir. Bənzəri, analogu olan, bənzəri olan, Aynurun başı getdi. Ne oldu Aynur? Yoruldun, çok danışdın. Onsuz demədim, bax. Hə, analog olan, bənzəri olan. Analogu olmayan, bənzəri olmayan. 3-4 tane cəryan diyeceğim, çok olan benzeri yoktur. Yer küləklər tərəfindən Antarktida ətrafını dönməklə yaratılan yer küləkləri cəryanı. Bəli, bunun soğuk cəryandır və bir materikin başında fırlanır ətrafında. Bunun analogu yoktur, ikinci benzeri yoktur. İkincisi, analogu olmaq o deməkdir ki, materik ətrafındadırsa, digər də materik ətrafında olmalıdır. Qərbindədirsə, digər də qərbində olmalıdır. Şərqindədirsə, digər də şərqində olmalıdır. Necə? Qərb küləklərindən ayrılan. Bax, Peru, Bengel, Qərbi Avstraliya cəryanları. Üçü də qərb küləklərindən ayrılır, bir oxşardır. Üçü də materikin qərb hissəsindədir. Üçü də soğuk cəryandır. Üçünün də nədir? Bir-birinin analogu. Amma gəlin folklendə baxaq. Folklend soğuk cəryandır, şərqdən ayrılır. Bu tərəfdə, cənubda, heç bir tərəfdə bunun soyuğu yoxdur. Yəni analogu olmur, yoxdur. Burada hamısı istidir. Analogu yoxdur. Somali ailə dilində olur. Somali elə bir cəryandır ki, Somali, baba, soğuk cəryandır. İsti ərazidən başlayıb istiyə doğru gedir. Orada da sualtı... Tərsinə axan cəryan. Bir sual da var idi. Tərsinə axan, tərsinə axan, bəli. Yəni, əslində bu soğuk cəryandır, düzdür. Soğuk cəryan, buradan başlayırsa gəlməlidir, ekvatora kimi yaxınlaşıb dayanmalıydı. Amma o keçib gedir. Yəni, istəyənliklərdən başlayır, hələ istiyə də doğru addımlayır. İstiyə doğru addımlayır, siz neyə görə deyirlər? Tutaq ki, bu 5 dərəcə cənub elliyindən başlamayıb. 5 dərəcə cənub elliyindən gedərdi maksimum 3-ə kimi, 2-ə kimi. Tam ekvatorda gedə bilməz də, o istiliyi imkan verir. Hə, gedərdi 2-ə kimi, zada kimi. Amma bu ekvator da keçir. Təzədən 1, 2, 3-cü dərəcəyə qədər gedir. Yəni aşağı enliklərdə yenə özünü göstərir. Ona görə tərsinə axan cəryan deyirlər. Bu da onun səthi ilə əlaqədərdir. O ətrafda. Afrikanın sualtı tavan hissəsi ilə. Orada necə baş verir də? Orada demək dərinliyinə görə çox belə dalgalanma var altda. O dalgalanma prosesi dayan olan hissə daha istidir, dərin olan hissə nisbətən ondan soyuqdur. Bir-biri ilə arada tərkib fərqi var deyə hərəkət artıq orada tam fərqlidir. Bu öz yerində. Analog olmayan digər bir cəryanımız nə ola bilər? Qərb küləkləri, folklend, hana Somali və Somali. Kaliforniyanın analog hansı olar? Kaliforniyanın kanar, bəli. Sonra, qulp şəklində dediyimiz Gulf Stream, Crusoe. Labrador, yox dedəm. O yaşıyor. Yaxşı, bəli. O yaşıyor. Biraz yapamadım, okuyur mu? Alyaska onda mən bilən olar. Alyaska, bak, Alyaska cəryanı Norveç cəryanıyla analog təşkil edir. Bak, materikin yarımındadır, isti cəryandır. Şimaldadır, şimalda.
Rütubətlidir, rütubətlidir. Təqribi eyni temperatura bərabərdir, bərabərdir. Bəs o qədər. Çətin bir şey var. Yox, Yox. yox.